Hər kəsə salam. Bu günləri bizim gəmimiz bizi Santoriniyə gətirdi. Yəni dünənləri axşam Pire limanından, portundan yola düşdük və gəmimiz Santoriniyə çatdı. Bu günləri səhər saat 7-də və tender butlarla biz sahilə gətirildik və sahildən kanatlarla a, yuxarıya çıxdıq, yəni düz dağın təpəsinə. Bu 300 metr hündürlüyündə vulkanik dağlardır. Bu arada Santorini vulkan püskürməsi nəticəsində yaranıb. Eramızdan əvvəl 1600-cü ildə, yəni təxminən 3600 il bundan əvvəl vulkan püskürməsi nəticəsində o, ada yaranır və bura geologiyada ümumiyyətlə kaldera adlanır. Və bu ada o qədər dəhşətli partlama nəticəsində yaranıb ki, hətta bəzi mənbələrdə yazır ki, Hirosima bombasından 16 dəfə çox güclü partlayış olub və bir anda ada içəriyə doğru 400 metr çöküb və bunun nəticəsində tsunami dalğaları əmələ gəlib və bu tsunami dalğaları nəticəsində dənizdə yer dəyişmələri olub. Gördüyünüz kimi hamısı sal qayalardan ibarətdir. Burada biz cable car, kanat üçün növbəyə durmuşuq. Kanatın qiyməti 10 evrodur. Bu arada 3 cürə yuxarıya çıxmaq metodu var. Biri kanatladır. Biz onu seçdik. İkincisi eşəklərlə. Yəni qədimi zamanlarda insanlar cable car olmadığı üçün eşəklərdən istifadə edirdi. Və o adəti indi də saxlayıblar, amma mən buna düzgün baxmadığım üçün, heyvanların istismarı olaraq baxdığım üçün istifadə etmədim. Gördüyünüz kimi artıq cable car-dayam və yuxarı çıxdıqca mavi dəniz insanın gözlərinin qabağında o qədər kiçilir ki, və gəmi bir maketə dönüşür. Və başa düşürsən ki, biz hər şeyin kiçik bir hissəciyik. Yəni biz də bir şeydən çox uzaqlaşanda çox-çox kiçik bir hissəciyə dönüşürük. Yuxarı çıxmağın digər metodu isə pilləkənlərdir və bu 600-dən çox dişdaş pilləkəndir. Düzdür, mən maraqlıyam belə şeylərə, amma gəmi ora səhər gəldi və biz artıq saat 9-10 kimi Santorinidə gəlib çatdıq və mənə o günün altında çox çətin olardı. Yəni yayın bu istisində dik pilləkənlərlə çıxmaq. Onların rənginə baxın. Tünd qara, qırmızı, boz və onların tam təpəsində sanki dağın üstünə qar yağmış kimi duran bəmbəyaz evlər və burada qayaların rəngini ilə də maraqlandım və belə bir məlumat tapdım ki, bu qayalar əslində vulkanik lavanın, külün və Penza daşlarının qat-qat sıxılaşmasından yaranıb, yəni sonradan yaranan qayalıqlardır. Eyni zamanda insanlar keçmiş zamanlarda bu arada bu qayaların içini deşib mağara halında orada ev düzəldib, orada yaşayırlarmış. Deməli biz zirvəyə çatdıq. Bura Santorininin mərkəzi olan şəhəri Firadır. İnsan özünü burada doğrudan da nağıl aləmində hiss eləyir. Çünki günəş o qədər parlaqdır ki, elə bil 8K yox da 108K görürsən hər şey. Nə bilim, məni həmişə bu cəzb eləyir. Amma isti düzdür, çox vurur və hər tərəfin ağ olması günəş şüalarını o qədər güclü əks elətdirir ki, eynəksiz çox çətinlik yaşaya bilərsiniz. Ona görə mütləq məsləhətdir eynəkdən istifadə eləmək. İndi mən bütün kilsələri, dar küçələri addım-addım gezəcəm və çalışacağam bunları sizə də buradakı nətərkib atmosferanı, vibe-ı da sizə ötürüm. Bu arada istiliyə gələndə hə tərləyirdim, amma ə, dənizdən Məltəmi deyən bir külək var. Yəni onu təzə öyrənmişəm o frazanı. Məltəmi yəqin ki, mit deməkdir. Sərin mit əsirdir. Amma buna baxmayaraq günorta istisini bastıra bilmirdi. Ona görə mütləq özünüzlə SPF də gətirin. Və əslində Santorini 15 min nəfər yerli əhali yaşayır cəmi Santorinidə. Amma yay mövsümündə bu balaca adaya 2 milyondan çox turist axın eləyir. Adanın rəsmi adı Firadır. Santorini adını isə 13-cü əsrdə Venesiya gəmiçiləri, dənizçiləri mi deyim, onlar verib. Onlar adadakı müqəddəs İrina kilsəsinə görə buranı Santa Irina, yəni Santorini adlandırıblar. Və mənə maraqlı idi ki, niyə burdakı evlər ağ və göy rənglərdədir. Ona aid də 2 dənə məlumat tapdım.
Praktiki məlumatlarda yazırdı ki, vulkanik daşlar tünd olduğu üçün evi qızdırır, kondisioner olmayan dövrlərdə yerli cəmaət ucuzuna evi sərinlətmək üçün ağ rəng və dezinfeksiya məqsədli əhənglə divarları ağ rəngə boyayırlarmış və bu rəng günəş şüalarını əks etdirdiyi üçün evi qismən sərin saxlayırmış. Və siyasi səbəbi də var imiş. Siyasi səbəbi isə 1930 və 40-cı illərdə Yunanıstanda diktatura rejimi o qədər güclü olub ki, orada insanlara öz bayraqlarını asmağa icazə verilmiş. Və ona görə də insanlar etiraz olaraq evlərini ağ, hətta kilsələri belə ağ, günbəzlərini isə görəngə boyayıb ölkəyə qarşı etirazlarını bildiriblər. Ondan sonra axtarış zamanı Santorini haqqında bir sıra mistik deyim, sirli mi deyim, məlumatlara rast gəldim. Deməli, adanın ən qədim adı Kallisti olub, yəni ən gözəl. Eramızdan əvvəl 1600-cü ildə, yəni təxminən 3600 il əvvəl burada Tunc dövrünün ən güclü vulkan püskürməsi olub. Minoan püskürməsi adlanır. Buna elə bir ad veriblər. Vulkanın gücü Xirasimaya atılan atom bombasından mən 16 dəfə dedim, səhv demişəm, 100 dəfə, minlərlə dəfə güclü imiş. Vulkanın mərkəzi dənizə çöküb 100 metrlik tsunami dalğaları. Təsəvvürünüzə gətirin, evinizdə oturmusunuz, vulkan partladı və 100 metrlik tsunami dalğaları. Allahım, yəqin ki, bu bir cəhənnəmi insan elə bir təsəvvür edə bilər də. Və tsunami dalğaları Egey və Aralıq dənizini vuraraq Krit adasındakı möhtəşəm Mino sivilizasiyasını məhv etdi. Minonu yadınızda saxlayın. Bununla ilgili sizə Platondan bir misal verəcəm. Məhz bu hadisədən sonra məşhur filosof Platon öz əsərlərində itirilmiş şəhər Atlantida haqqında yazmağa başlayır. Bir çox arxeoloqlar düşünür ki, Platonun bəhs etdiyi o qabaqcıl bir gecədə dənizə batmış Atlantida sivilizasiya məhz Santorinida yerləşib. Və buna Mino, o vaxtlar Mino sivilizasiyası deyilmiş. Bundan başqa mənim Santorinin də diqqətimi çəkən ən maraqlı məqamlardan biri o oldu ki, orada mağara evlər var idi. Səhv etmirəmsə, yerli sakinlərin birindən danışanda mənə dedi, bu mağara evlərə Hiposkafa deyə bir ad verirlərmiş. Və Egey dənizi ə, əsrlərlə pirat hücum, yəni piratlarla dəniz quldurları ilə dolu olub və əlbəttə ki, Santorini də ondan yararlanıb, yəni tez-tez pirat hücumlarına məruz qalıb və insanlar mağaraları deşərək orada evlər qurublar və beləliklə piratlar dənizdən baxanda mağaranın içində olduğu üçün evi çox da fərqinə varmayıblar deyə güya insanlar özlərini onlardan eləsinə qoruyurlarmış. Bundan başqa bu mağaralar həm də təbii izolyasiyadır. Qışda isti, yayda isə çox sərin saxlayır. Və ekoloji məsəl üçün, mənə çox quraqlıq gəldi də, ora və orada mən sakinlərlə danışanda, onlar mənə dedilər ki, burada çox az olub ki, qar yağır, ya yağış yağıb. Ümumiyyətlə onlar heç vaxt qar görməyiblər. O mənə çox maraqlıdır da, necə olar ki, heç vaxt qar görməmək olasan. Amma isti yerdə yaşamağın özü də məncə bir həyatda şansdır. Hətta yağışı orada çox az yağdığı üçün qədimdə adada içməli su çaxırdan daha baha olubmuş. Bunu da oturduğumuz restoranın administratoru mu deyim, şefi mi deyim, onunla danışanda söhbət arası dedi. Buradakı məşhur Asirtoku üzüm tənəkləri isə külək məhv etməsin deyə yerə yaxın səbət kimi buralara yetişdirilir. Ə, yəni ki, məsələn, normalda üzüm tənəkləri biz görmüşük ki, belə dağa, yəni bir ağaca dırmaşa-dırmaşa ya da darvazaya dırmaşa-dırmaşa gedir, amma burada yerə sərilir. Çünki külək onları böyüməyə qoymur, sındırır. Hər gəlişimdə Santorininin məni özünə valeh edən ən gözəl xüsusiyyətlərindən biridir. Onun rəngarəng çimərliklərinin olmasıdır və doğrudan da bildiyiniz rəngarəng, yəni alışqanlığımız olan sarı qum deyil, qırmızı, göy, hətta yaşıl, tünd yaşla çalan qara çimərlikləri var. Bunlardan
ən çox ziyarət etdiklərindən biri Red Beach olub. Buna yanılmıramsa Yunanlar Kokini Paraliya deyir. O çimərliyin adı eləsinə gedir və siz kanat yolundan düşəndən sonra qapının ağzında xüsusi taksilər olur. Onlar sizi bu çimərliklərin hər birinə aparır müəyyən məbləğ qarşılığında. Deməli, çimərliyin ən xüsusiyyəti nədir? Çimərliyin arxasında nəhəng qan qırmızı rəngində belə vulkanik dəmir qayalıqları var. Qırmızı qayalarla dənizin firuzəyi göy suyu elə bir kontrast yaradır ki, insan özünü doğrudan da Mars planetində hiss eləyir. Çox təəssüflər olsun ki, mənim o biri telefonum yandı və bildiyiniz yandı. Və mənim bir neçə turizmin şəkilləri, videoları orada idi. Çox təəssüflər olsun ki, mən onu Google-a da yükləməmişdim. Yoxsa mən indi bu danışdığım çimərliklərin videolarını sizinlə paylaşardım və doğrudan da valeh olardınız. Və bu Ha, qırmızı çimərlik səhv etmirəmsə Akrotiri kəndi deyə bir kəndi var. Onun yaxınlığındadır. Avtobusla hardasa 5-10 dəqiqəyə həmişə getmişəm, yəni. Yəni elə bir uzaq bir yer deyil. Hətta gəmi ilə gəlsəniz, gəmiyə gec qalmadan qorxmayın. Və budur. Biz artıq geri dönüş bu arada yoluna girdik. Siz videodan izləyirsiniz. Geri dönüş yolunda elə gəliş yolu kimi kanata o qədər böyük bir növbə var idi ki, doğrudan mənə çatmır ki, bu qədər bu cür havada niyə bu qədər insanı gözlədirsiniz? Onsuz da bu pulsuz deyil və qiyməti də normal 10 evrodur. Bunun bir neçə dənə kanat yolu edə bilmərsinizmi? İnsanlar bu qədər gözləməsin. Çünki şəxsən mən düşündüm ki, gələn dəfələrin birində artıq mən ayaqla pilləkənlərdən düşərəm. Eşək yolu ilə düşmərəm, çünki o səhvi mən 2022-ci ilin kruizində elədim və çox böyük bir səhv idi. Mən düzü heyvanlardan qorxurdum. Çünki o yazıq heyvanlar günəşin altında qalıb istidən bişirdilər və o insanlar onları təsəvvür eləyirsiniz, istifadə eləyir, amma heyvan istidən bişir. Necə deyərlər, günün sonuna gəldik. Yenidən eyni kanatla 10 evro verib aşağı endik. Bizi gözləyən tender qayığımıza minib geri qayıtdıq. Bu arada mən Dötfiridən müəyyən qədər alış-veriş elədim və bundan da məmnun qaldım. Çünki qiymətləri mənim yaşadığım ölkəyə görə çox-çox ucuz idi. Və düzü Santorinidən ayrılarkən biraz ürəyimdə belə bir his qaldı. Yenə orada məsələn, əslində düşünürdüm ora bir də qayıtmaram, amma sən demə qayıdarammış. İndi videolara baxdıqca hətta darıxmağa belə başladım. Santorini əslində mənə bir daha sübut etdi ki, o sadəcə bir ada gəzintisi deyil, həm də insana çox böyük təcrübə yaşadır və hər dəfə gəzintidə hiss edəndə ki, böyük bir vulkanik faciəmi deyim, möcüzəmi deyim, onun üstündə gəzirik və onun üstündə insanlıq bu möcüzəni yaradır, insana xüsusi zövq verir. Bu arada sizlə bunu da bölüşmək istəyirəm. Gəmi kruizə biz qayıdanda gördüyünüz kimi kruizin bu nətər deyim, servisi həddindən çox güclüdür. Yəni ki, bunlar burada besetkalar qurub və insanlara o gözləmə növbəsində limonadlar, yaş əskilər verirdi. O əskidən buzlu əskilərdir deyim. Onlarla əlinizi, üzünüzü silib biraz sərinləyirsiniz. Ümumiyyətlə bu gəzintidən çox-çox razı qaldım. Gördüyünüz kimi böyük nəhəng gəmimizə yaxınlaşırıq və birazdan artıq içəri girəcəyik və hardasa 1 saat sonra gəmimiz bizim yola düşəcək. Əgər siz də gəmi turu ilə səyahətə bura gəlməyə istəyirsinizsə, mən deyərdim ki, heç düşünmədən gəlin. İnsanın həyatında bir dəfə deyil, hətta 2-3 dəfə görməli olduğu yerlərdən biridir mənim üçün Santorini. Və sadəcə Santoriniyə gələndə orada gərək uzun müddət qalasan və dadını çıxardasan, necə deyərlər. Videonu bu arada bəyəndinizsə, like düyməsinə basmağı, rəy yazmağı və kanala abunə olmağı unutmayın. Növbəti limanda görüşənədək. Böyük ehtimal növbəti limanım
Katakalın olacaq və artıq Katakalona 3-cü gedişim olduğu üçün orada video çəkib çəkməyəcəyimi bilmirəm. Mən amma bu səyahətin mənə ən maraqlı olan qismi Monteneqronu gözləyirəm. Əgər sizə də maraqlıdırsa və ya suallarınız varsa, ya nə isə öyrənmək istəyirsinizsə, mənə rəylərdə komment yazıb, daha doğrusu mənə kommentləri yazıb, komment yazıb mənimlə əlaqəyə keçə bilərsiniz. Özünüzə yaxşı baxın. Sağ olun.